Hər vaxtınız xeyir əziz dostlar, xoş gördük sizi. Şənbə günü 15 avqust 2026-cı il. Əziz dostlar, bugün 20 yaşlı müharibənin 1634, ümumi müharibənin 4560-cı günüdür. Xoş gördük hər birisi. Dəyərli dostlar, dünən təcili Putin Təhlükəsizlik Şurasının bir neçə vacib üzvün yığıb. Deməli, cəmi 6 baş olublar. Putin olub, Şayqu olub, Təhlükəsizlik Şurasının katibi. Katibin mavini Medvedev olub. Belousov olub, Müdafiə Naziri. Sonra Federal Təhlükəsizlik Xidmətinin sədri və Xarici Kəşfiyyat İdarəsinin rəhbəri. 6 nəfərlik qapalı, çox qapalı, yəni Yaponiyadan qayıdandan sonra, Yaponiyanın qeyri-qanuni torpaqlarına girəndən sonra raşist lideri qapalı toplantı keçirib. Bununla bağlı fərqli məlumatlar gəlməkdə davam edir. Çünki Putler çox gözəl bilir ki, ona hansı qara faiz gözləyir. Bir qayda olaraq qızıl faiz deyirlər, yəni bilirsiniz, ağaçlar, yarpaqlar, təbiət, rəngin dəyişir. Qızıla, gümüşə bürünür, yəni yarpaq rəhləri ilə deyirəm, mən bitkilərin rəhləri ilə deyirəm. Amma onu deməli ağır faiz gözlədiyi və dünənlər Ukrayna tərəfin ayrı-ayrı saytlarda ayrı-ayrı aparıcı şəxslərin və rəsmi şəxslərin hesablarında yazılmış, hələ bir qışdan çıxın, payızdan çıxın, qışa baxarıq ifadələri deyilənə görə Rusiya tərəfi çox ciddi narahat edir. Belə ki, hətta OSINT analitiklər ki, Ukraynaya qarşı həmişə belə deyim də ədalətli deyirlər, belə deyərdim mən, yaxud tam ədalətli deyirlər. Onların bildirdiyinə görə iyulun 1-dən avqustun 13-ünə qədər, 3 gün əvvələ qədər Ukrayna tərəf Rusiyanın 240 elektrik yarım stansiyasını, yaxud elektrik stansiyasını sıradan çıxarıblar. Və onların bərpa edilməsi belə asan məsələ deyil. Rusiyanın bugünkü durumunda asan məsələ deyil. Rusiyanın import məsələləri problemli olduğu üçün asan məsələlər deyil. Məsələ burasındadır ki, Rusiya qapalı sikl edə bilmir. Yəni nəyisə axıra qədər özü istehsal edə bilmir. Hökmən haradansa nəyisə almalıdır. Və dediyim kimi Ukrayna rəsmilərinin yaxud necə deyirlər, məlumatlı insanların, fikir liderlərinin dünənləri çox saylı memləri, yazıları ki, hələ bir payızdan çıxsalar, baxarıq qışda nə olacaq. Rusiyanı ciddi nigaran edir təbii ki. Bu heç də demək deyil, Ukraynada tam arxayınçılıqdır, Ukraynada yəni nigarançılıq yoxdur. Aydındır ki, Rusiya tərəf Ukraynanı terror edir ballistikası ilə və idarə olunan aviabombalarla da sərhəd bölgələrimizi, böyük şəhərləri, Xarkivdir, Zaporojyedir, Dnepropetrovskdir, bu şəhərləri də o cümlədən Xersondur, onları terror etməkdə davam edir. Yəni bunlar da var. Amma Ukrayna tərəf nə etdiyini çox gözəl bilir. Və bugün növbəti dəfə biləsiniz Ukrayna silahlı qüvvələri Rusiya Federasiyası üzərinə yenə də yüzlərlə pilot uçuş aparatı göndərib. Nəticələr də var. Nəticələr də ondan ibarətdir ki, demək, Samara şəhərində hamının yaxşı tanıdığı Progress zavodu var, Roskosmosun zavodudur. O, deməli, dəqiq cihazlar zavodu da adlandırmaq olar. Elektronika və mikroelektronika yığır, o cümlədən ölçü cihazları. Yəni, belə deyək də, kosmos texnologiyaları üçün. Kosmos üçün işləyirdi. Ona görə Roskosmosun zavodudur. İdi. Tüstüləniş. Və həmən bu Progress Flamingo ilə vurulub.
Bununla bağlı Ukrayna prezidenti Elon Musk'a da biraz necə deyirlər söz atdı ki, sənin konkurentləri aradan qaldırırıq. Yəni onlar bilirsiniz son vaxtlar güya Starlink tipli deməli internet avadanlığı yığırdılar ki, öz qoşunlarını nə bilim hərbi hissələrini təmin etsinlər. Yəni Ukrayna üzərinə göndərilən raketləri, adını siz deyin, dronları trayektoriyasını tənzimləmək üçün. Və həmən zavod bu günləri sıradan çıxarıldı. Bununla biz nə demək istəyirik? Yəni Ukrayna tərəfin ağır və dəqiq zərbələri əlbəttə öz işini görür. Əlbəttə ki, düşmən bunu boynuna almır. Əlbəttə ki, düşmən bunu özünü güya çox arxain göstərmək istəyir. Amma sizə əmin edirəm ki, belə deyil. Rusiya Federasiyasının hərbi sənaye kompleksini biz Ukraynada yaşayanlar və bu sahədə çalışanlar gözəl bilirik. Harda nə edirlər? Ən incəliyinə qədər Ukrayna mütəxəssisləri Rusiyanın hansı şəhərdə, hansı məhəllədə, hansı zavodda, hansı sexdə nə etdiyini gözəl bilirik. Odur ki, bu mənada doğrudan da biz də qoşuluruq o sözlərə ki, payızdan çıxın, qışa baxarıq. Yəni hələ payız qarşıdadır. Hələ heç yay bitməyib, aydındır ki, yay bitməyib. Ukrayna ballistikası necə deyərlər, yaxın günlərin, yaxud həftələrin məsələsidir. Hər halda rəsmi dövlət orqanlarımız belə bildirirlər. Sınaqlardan çıxdıqları ilə bağlı bizdə də məlumatlar var. Amma təkmilləşdirmələr gedir. İndi haçana qədər bu təkmilləşdirmələr gedəcək və kodlaşdırılmalar aparılacaq. Bunu demək belə asan deyil, əziz dostlar. Bunu necə deyərlər, cəmi bir neçə şəxs bilər. Yəni bir qayda olaraq bu tipli məsələlərin baş konstruktorları bilirlər, baş texnoloqlar bilirlər, yaxud sınaqları keçirən o sınaq mühəndisləri, yəni ki, onlar da qapalı şəraitdə, sırf qapalı şəraitdə işləyirlər və öz korrektələrini edirlər, müəyyən parametrlərin dəyişdirilməsini istəyirlər. Hərbi sifarişçilər tərəfindən mütəxəssislər baxış keçirirlər. Yəni belə asan məsələ deyil ki, bu elə gördün, baxdın, ölçdün, onun da bitdi. 100 dəfə dəyişiklik olur, 100 dəfə. Odur ki, əziz dostlar, bir belə necə deyirlər gözləmişik, gözləməyə də məcburuq, yaxud vaxtımız da var. Heç bir nigarançılıq yoxdur. Dediyim kimi, bax, sərin günlərdən biridir. Günəşli gündür, amma yüngül külək də var, 22-23 dərəcə istidir. Elə bilirsən ki, cənnətdir Kiyev. İnsanlar da görürsünüz nə qədərdir. Yəni, hələ bu günün günorta çağıdır. Günorta günün 6 dəqiq. Tam günortadır, saat 2 oldu. Yəni Kiyev vaxtına, saat 14:00. Doğrudan da şəhərdə insan əlindən tərpənmək olmur. Kiyevə axın çox böyük. Səbəb fərqlidir. Avropada insanlarımız sona qədər belə deyim də, özlərinə bir mənəvi duruş tapa bilmirlər. Hər halda mən soruşduğum tanışlardan, bilişlərdən, insanlardan Allah deyirlər ki, biz özümüzü Ukraynadakı kimi sərbəst hiss edə bilmirik. Belə dostlar, inşallah gün ərzində təbii ki, görüşəcəyik. Özünüz də görürsünüz, insan çox, avtomobil çox. Hələ dediyim kimi, şənbə günü, günorta çağı, insanlar necə deyirlər, indi hələ çıxırlar təbiətə, indi hələ evlərdən eşiyə çıxırlar. Mən sizin hər birinizə qudar diləyirəm, əziz dostlar. Gün ərzində təbii ki, yenə görüşəcəyik. Axşamçı görüşümüz də, ənənəvi görüşümüz də qüvvəsində qalır. Uğurlar diləyirəm. Yaxşı dincəlin, heç nədən də nigaran olmayın. Bu müharibədir, müharibə də dəqiqlik sevir və elə bir vəziyyət yaranır ki, donorlar Ukrayna üçün müəyyən mənada kim daha tez, daha yaxşı kömək eləyəcəyi ilə bağlı, deməli, hətta
Bəzən də düşürlər ki, yine Ukraynalıları yaxına, çox yaxına buraxmır. Gələn həftə inşallah çox maraqlı həftə olacaq. Elə bu istirahət günlərdə maraqlı günlər olacaq, amma gələn həftə bizim həm də xaricdən qonaqlarımız olacaq. Ben size demiştim Polşa'dan. Polşa'da bir yarış başlayır. Ukrayna'nı kim çok sevir. Böyle şeyler de var ki, aydındır ki, tək ələ alınmış, yaxud öyrədilmiş insanlar Ukraynalılara qarşı güya hansısa provokasiyalar etmək istəyirlər, amma alınan məsələlər deyil. Təşəkkür edirəm hər birinizə əziz dostlar. Sağ olun ki, bizdən bir yerdə oldunuz. Hələlik görüşərik.